Bəs bu qasıq yırtığı niyə təhlükəlidir? Ümumiyyətlə bunu əməliyyatda gecikdirsələr nə kimi fəsadlar verər? Qasıq yırtığı niyə təhlükəlidir? Çünki qarın boşluğu orqanlarından hər hansı bir bağırsaqlarını deyək, və yaxud qız uşaqlarında əsasən yumurtalıqlar daxil olarkən bəzi hallarda boğulma halı yanır. Buna biz boğulmuş qasıq yırtığı deyirik. Boğulma nəticəsində həmin orqanların qanlaşması azalır və bunun nəticəsində toxuma, nekroza, çürüməyə gedə bilər. Təhlükəli olmasının səbəbi budur ki, əgər boğulmuş qasıq yırtığı varsa, bu gecikdirilməməlidir. 6-8 saat ərzində əməliyyat icra edilməlidir. Əks halda qansızlaşma nəticəsində toxuma nekroza gedib, yəni ölümü, toxum ölümü deyilir. Artıq geri dönməz bir vəziyyət yarada bilər. Qız uşaqlarında yumurtalıqların itirilməsi və bununla yanaşı bağırsaqların deşilməsi, çürüməsi, həmçinin oğlan uşaqlarda da bağırsaqlarda çürüyüb deşilə bilər. Qız uşaqlarında daha çox rastlaşdığımız isə yumurtalıqların boğularaq qansızlaşması və itirilməsi ilə nəticələnə bilər.